Mən Lənkəran şəhər sakini Amil İbrahimli Əhədoğlu. Şikayətçiyəm ondan ötəri ki, 2019-cu ildə Lənkəran Dövlət Dram Teatrında aktyor kimi, yardımçı heyət aktyor kimi fəaliyyət göstərmişəm və yeni Lənkəran Dövlət Dram Teatrına təyin olunan Laləzər Hüseynova adlı xanım məni öz xahişimdə işdən çıxdıqdan sonra geri qaytarmır və səbəbini soruşduqda cənab nazir diplomsuzları işə götürmə deyir. Və cənab prezidentimizin də belə bir çıxışında ifadəsi var idi ki, diplom hər şey demək deyil. Gəncləri şərait yaradın, qapı açın, onlara dəstək olun. Mən hara gedirəm, hara müraciət edirəmsə, məni başlarından eləyirlər, mənə şərait yaratmırlar. Mənim 4 yaşlı övladım var, evim yoxdur, işim yoxdur, heç bir şeyim yoxdur. Yalnız öz sevdiyim sənətə yenidən yiyələnmək istəyirəm, amma qapı açmır və bütün işçilərə də tapşırıq verib ki, Amili teatrın həndəvərinə buraxmayın və yuxarıdan mənə məlumat veriblər ki, başımın ağrımağını istəmirsənsə, Amili geri işə qaytarma. Mən heç kimə orada soyuqqanlı rəftar eləməmişəm, heç kimlə pis rəftar eləməmişəm. Sadəcə olaraq öz sənətimə yiyələnmək, öz sənətimlə məşğul olmaq istəyirəm. Amma mən bir sənətini sevən gənc kimi məni yenidən sənətimə geri qaytarmayıb, məni çörəksiz saxlayırlar. Və burada da bir primitiv bir misal çəkirlər ki, cənab nazirin, Adil Kərimli cənabının belə bir ifadəsi olub ki, diplomsuzları işə buraxma. Orada Lənkəran Dövlət Dram Teatrında hal-hazırda 100% işçi varsa, onun 90%-i diplomsuzdur. Əgər qanun qanundursa, hər kəsin qanundur. Qanun Amil İbrahimliyə çatanda qüvvəyə minir. Nə oldu? Onda çıxardırlarsa, hər bir kəsi çıxardıb diplomluları işə dəvət eləsinlər. Mənim yenə də deyirəm, 4 yaşlı körpəm var, xəstədir, işə ehtiyacım var, öz sənətimə getmək istəyirəm. İndi heç bir yerdə iş yoxdur, heç yerdə qapı açan yoxdur, şərait yaradan yoxdur. Heç bir yerdə də ailəmi saxlayacaq qədər maaş yoxdur ki, mən ailəmi təmin edeyim. Evim də yoxdur. Nə ev verirlər, nə sosial verirlər, nə yardım verirlər, nə məni işimə geri qaytarırlar ki, mən işimlə məşğul olum. Mən öz maaşımla öz ailəmi dolandıra bilim. Qeyri bir işlərlə də məşğul olub, öz ailəmi təmin edeyim. Laləzər xanım məni işimə götürmür, işimə bərpa eləmir. Bir çox variantlardan istifadə edir ki, Amil yenidən işinə geri qayıda bilməsin. Bu mənə çox pis təsir edir. Və mən ölkə başçımıza, Ali Başkomandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabına, vitse-prezident Mehriban Əliyeva xanıma və Mədəniyyət Nazirimiz Adil Kərimli cənabına üzümü buradan tutub deyirəm. Məni yenidən işimə qaytarasınız, mənim 4 yaşlı övladıma yazıqlığınız gəlsin. Və mənim başıma oyun gətirən, mənə işimə sevdiyim sənəti geri qaytarmayan Laləzər Hüseynova adlı xanım haqqında müvafiq tədbirlərinizi görməyinizi xahiş edirəm. Sizdən yalvarıram, mən bir gənc olaraq, Azərbaycan Respublikasının vətəndaşı olaraq, bir gənc olaraq, bir ailə başçısı olaraq mən işimə geri qaytarmağınızı sizdən xahiş edirəm.